Ağdam Muğam mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tanınmış xanəndə, xalq artisti, şöhrət ordenli Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib. Tədbirdə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatları Aqil Abbas, Elman Məmmədov, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə dövlət himni səslənib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Mənsum İbrahimovu 65 yaşının tamam olması münasibəti ilə təbrik edərək ona həyat və yaradıcılığından, yaratdığı ölməz obrazlardan, muğamlarımızın inkişafındakı xidmətlərindən bəhs ediblər. Əvvəla, əziz Qarabağlar, əziz adamlar, hamınızı xoş edirik. Çox xoş bir gündür. Bu gözəl günü təşkil edən insanlara təşəkkür edirəm. Və xüsusən Vaqif müəllimə ki, Qarabağların qiymətini bilir və tez-tez Ağdamdan yetişdirdiyi insanlara belə vəzifələr təşkil edir. Bugün də Mənsum müəllimə 35 yaşıdır. Biz 30 il yaşamamışıq, onu çıxın. 35 yaşımız var aramızda. Yaşadık, qara gözlərimizdə ağ damladı. Niyə damladı bilirsiniz? Onu mənsumlar, ariflər, rəmişlər, qədirlər qoymadı gözümüzdə qanına. Bizi yaşatdılar. Və inandıq ki, Ağdama gedəcəyik və getdik. Dünən Ağdamda şəhidlər xəyabanındayım. Orada şəhidlərə baş əydik. Dostum Ruslan'la gəlmişdi. İndi bizi yaşadan olanlar var. Belə tədbirləri Nizam müəllim sən də keçirdirdin burada Ağdamda baş olanda. Şura ansamblını ölməyə sən qoydun. Evdə birdən əsəbləşirəm. Deyirəm, ay, çaş səsim o evdə, çaş məndə tarsalar. Bütün musiqi alətlərindən evdə varım, salaydım. Üzr istəyəm, xanım deyəcəm, Allah sənə şey verməm, oyun xunum olayım der mənə. Deyir də Allah sənə şey verməm, sadəcə yazmaq qəbrət verir ki, sarsaqlamaz. Həyatdan mənzillərimizdən deyirlər ki, mənim tərif deyirlər, belədir, sənsin. Arkadaş, bir dənə tərif var. Vəssalam, mən deyim tutasın gezində, Ağdamlı olmaq. ürəkdən təbrik edirəm. Ona yaradıcılığında böyük uğurlar arzulayıram. Allah rəhmət
məni seyredkən də bunlar bir xatirə danışmaq olar. Mən Arif abiyle müraciət edibdim, Arif müəllim, özündən sonra kim görürsən bu kafedra müdiri, muamma avsaqqallıq eləyən, Arif müəllim bizim həmkərtimizdə mənim dostluğu vardı. Arif müəllim madəli ki, elə məsum yaşlıdır. Dedim, Arif müəllim, nəyinə görə onu tərbilirsən, bilirsən, yaxşı adamdır da. Arif müəllim özümdən xüsusiyyət yaxşı adamdır da. Həm səni də yaxşı bilirsən, həm də elə deyək də cəmaat arasında hörməti var, nüfuzu var. Mən əziz dostumuzu təbrik edirəm və ona belə deyək də, bir daha minnətdarlığını bildirəm ki, o muğam sənətinə düşən cavanlara, o insanlara böyük yol göstərir. Sonra mən minnətdarlığını bildirmək istəyirəm hörmətli Vaqif müəllimə. Vaqif müəllim də belə deyək də, bu Azərbaycanın o cümlədə bu Qarabağ bölgəsində Ağlanda muğamın belə deyək inkişafına, ondan sonra rayonda belə deyək də, bu incə sənətin inkişafına çox böyük diqqət yetirirəm. Hesab edirəm ki, Vaqif müəllimə biz minnətdarımızı bildirməliyik. Mən torpaqlarımız işğaldan azad olandan sonra heç o əlimdə telefon olmuyor, düzü mətbuatda arada özüm çıxış edirəm. Mən torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsinə çox sevinmişəm. Bunun üçün də mən istəyirəm elə sizinlə birlikdə prezidentimizə minnətdarlıq eləyək. Cənab İlham Əliyev. Əgər o torpaqları müharibə yolu ilə biz işğal edilmədən azad etməsək, biz hamımız, xüsusən biz nəsil xəcalətdə öləcəkdik. Ona görə hesab edirəm ki, biz hamımız sevinirik və belə deyək də, o xəcalət üstümüzdən getdi. Sağ olun, hamımız bağırını basıram, öpürəm. Sağ olun. Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni Maarif Fakültəsində təhsil alıb. 1993-cü ildən Leyli və Məcnun operasında Məcnun rolunu oynayır. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnılarının, muğamların mahir ifaçısıdır. Azərbaycan muğam sənətini dünyanın müxtəlif ölkələrində təmsil edir. Bununla yanaşı, pedaqoji fəaliyyətlə də məşğuldur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. Mənsum İbrahimovun əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. O, 1998-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, prezident mükafatçısıdır. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif edilib. Azərbaycan Milli Konservatoriyasının professoru, Muğam Kafedrasının müdürüdür. Tədbirdə Ağdam Musiqi Kollecinin Qarabağ İnstrumental Ansamblının müşayiəti ilə tanınmış muğam ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları təqdim edilib. Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Senden ötürü ne demim düşse başım kavgaya. Senden ötürü ne demim düşse başım kavgaya.
Bu təmənnadaya ey gül ki şəhidim mən olum. Ölərəm qeyrini gülüm, mən bu təmənnada görməkdən aydan uyadım. Çeşme kumarım gelmemiş. Yetmişiydi çünkü yarım gelmemiş, hem ihtiyarım gelmemiş. Ay, ben bu derdine sana gelmez hale koymayın. Üstüme yok tut edildi, çok nigarım gelmemiş. Demesin bak, ecel gelse kim benden can alır? Kimdir ona can veren? Mühnet yarım gelmemiş aydan halkımıza hoş təəssürat bağışlar. Kalpleri çevrenden ruhları yokşar. Bülbül heyrandalar güller almışlar. Şevk ile gelen de mensum müəllimin sesi İfa elədiyi her bulanları təsnifləri şən mahnıları el nurun kamanı Elçin müəllimin tarı coşar da fəlində mənsum müəllimin səsi Axtararsınız, axtararsınız nəğməli dillərdə axtararsınız Axtararsınız, axtararsınız nəğməli dillərdə axtararsınız
həyatına